Dear guests, now we would like to invite His Excellency Mr. Faik Guliyev, Ambassador Extraordinary and Plenipotentiary of the Republic of Azerbaijan to Georgia, to deliver the opening speech of the official reception. Mr. Ambassador, the floor is yours. Çox sağ olun, Ramiz müəllim. Hörmətli Gürcistan Parlamentinin sədri zatəlləri Cənab Şalava Papayaşvili, hörmətli Gürcistan Parlamentinin deputatları, məsul nümayəndələri, hörmətli nazirlər və dövlət qurumlarının təmsilçiləri, hörmətli səfir həmkarlarım, diplomatik korpus və hərbi ateşiliklərin rəhbərləri, hörmətli ali din və ictimai-siyasi xadimlər, hörmətli əziz doğma soydaşlarım, dəyərli iş adamları, media nümayəndələri, Azərbaycandan gələn dəyərli qonaqlarımız, xanımlar və cənablar. İlk növbədə hər birinizi böyük səmiyyətlə salamlamaqdan şərəf duyuram. Azərbaycan Respublikasının milli bayramı 28 may müstəqillik günü ilə əlaqədar təşkil edilən tədbirə dəvətimizi qəbul edib gəldiyiniz üçün sizlərə şəxsən öz adımdan və səfirliyin bütün heyəti adından dərin minnətdarlıq bildirmək istərdim. Gürcistan torpağında Azərbaycan tarixinin ən şanlı səhifələrdən biri olan milli bayramımızın qeyd olunması xüsusi məna və rəmzi xarakter daşıyır. Gürcistan Azərbaycan Xalq Cümhuriyyətinin adı və tarihi ilə sıx bağlı olan ölkədir. 28 may 1918-ci ildə xalqımızın müstəqillik əzmini nümayiş etdirən İstiqlal bəyannaməsi məhz Tiflis şəhərində qəbul edilmişdir. 107 il əvvəl müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi hadisə kimi həkk olunub. Biz fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Əziz dostlar, 2 gün öncə biz dost, qardaş Gürcistanın milli bayramı, müstəqillik gününü qeyd etdik. Bu əlamət tarixi gün Gürcistanda təntənəli şəkildə qeyd olundu və Gürcistanın milli bayram münasibəti ilə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən Gürcistanın prezidenti Cənab Mixail Kavelaşvili və Baş nazir Cənab İrakli Kobaxidzeyə təbrik məktubları ünvanlanmış, xalqımızın rifahı, bölgəmizin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-Gürcistan əlaqələrinin bütün sahələrdə genişləndirilməsi və daha da dəyərləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirilməsi vurğulanmışdır. Xüsusi olaraq qeyd etmək istərdim ki, 2 gün öncə Azərbaycan Respublikasının Milli Məclisin sədri xanım Sahibə Qafarovanın Gürcistanın ölkəmizdəki səfirinin rəsmi qəbulunda iştirakı, bugün isə qardaş ölkənin parlamentin sədri Cənab Şalava Papayaşvilinin bu əlamətlər gündə bizimlə bərabər olması milli bayramlarımıza xüsusi dəyər qatır. Azərbaycan-Gürcistan qardaşlığını, dostluğunu bütün dünyaya bir daha nümayiş etdirir. Fürsətdən istifadə edib bu bayram münasibətilə bir daha bütün qardaş Gürcistan xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirmək istərdim. Gürcistan xalqına daima firavanlıq diləyirik. Dəyərli tədbir iştirakçıları, müstəqillik yolunda birgə addımlamağa başlayan Azərbaycan və Gürcistan oxşar təhdid və təhlükələrlə qarşılaşmışdır. Təəssüflər olsun ki, Xalq Cümhuriyyətimizin ömrü uzun olmasa da 23 ay ərzində Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox vacib işlər görmüşlər. Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək dövlət bayrağı və Azərbaycan vətəndaşlığı təsis etmiş, milli ordu yaratmış və Qafqaz İslam ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bu dövr ərzində 200-dən artıq qanun qəbul olunmuş, ölkənin dövlət sərhədləri müəyyənləşdirilmiş, Bakı Dövlət Universiteti yaradılmış və digər mühüm addımlar atılaraq suverenlik, dünyəvilik və demokratik idarəçilik öhdəliyini müdafiə edərək müasir dövlətin əsası qoyulmuşdur. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur və onların irsi bizim qəlbimizdə daima yaşayır. Dəyərli qonaqlar, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını nümayiş etdirdi. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun 3 rəngli bayrağını, gerbini və himnini qəbul etdi. Lakin 1991-ci ildə əldə edilən müstəqilliyimiz 1993-cü ilə qədər formal xarakter daşımış, ölkəmiz müstəqil siyasət apara bilməmiş, idarə olunmaz vəziyyətə düşmüşdür. Bu 2 il çox ağır faciəvi illər idi. Məhz o illərdə Ermənistan-Azərbaycan münaqişəsi alovlanmış,
və torpaqlarımızın 20%-i işğal olunmuşdur. Müdrik Azərbaycan xalqı nicat və panah yolunu məhz Ulu Öndər Heydər Əliyevin simasında gördü. Onu hakimiyyətə dəvət etdi və bunun sayəsində biz ölkəmizi mümkün olan risklərdən qoruya bildik. Beləliklə, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Biz fəxr edirik ki, bugün Azərbaycan xalqının ümumi lideri Heydər Əliyevin siyasəti Müzəffər Ali Başkomandan Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünyada müstəqil siyasət yürüdən az sayılı ölkələrdən biridir və məhz bu siyasət nəticəsində bugün müasir Azərbaycan 107 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı, xəyal etdiyi qüdrətli dövlətə dünyada söz və nüfuz sahibinə çevrilib, müdrik və qətiyyətli siyasət sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıbdır. Hörmətli qonaqlar, bugün müstəqillik günü xüsusi əhval-ruhiyyə, böyük sevinç və qürur hissi ilə qeyd olunur. Azərbaycan xalqı 5-ci ildir ki, 28 may müstəqillik gününü qalib xalq kimi qarşılayır. 2020-ci ildə dövlət və xalqın şəksiz birliyi sayəsində 44 günü vətən müharibəsində misilsiz igidlik göstərən qəhrəman ordumuz Müzəffər Ali Başkomandan Prezident Cənab Əliyevin rəhbərliyi altında böyük qələbə qazanmış. 30 il ərzində həlli uzadılan münaqişəyə son qoyulmuşdur. Zəfərlə nəticələn 44 günü vətən savaşı Azərbaycanın gücünü, Ali Başkomandan Cənab Prezident İlham Əliyevin nüfuzunu, rəşadətli ordumuzun əzmini, iradəsini və qəhrəmanlığının bütün dünyaya sübut etdi. Xalqımız yumruq kimi birləşərək düşmən öz layiqli yerini göstərdi. Bu şanlı qələbə əbədi olaraq tarixdə qalacaq. Azərbaycan xalqı müzəffər və azad yaşayacaq. Dövlətimiz güclü dövlət kimi qürurla var olacaqdır. Belə tarixi gündə ölkəmizin ərazi bütövlüyünün qorunması naminə uca şəhidlik zirvəsinə yüksələn qəhrəman övladların unudulmaz xatirəsini ehtiramla yad edirik. Üç rəngli bayrağımız işğaldan azad edilmiş bütün əzəli torpaqlarımızda qürurla dalğalanır. Dəyərli qonaqlar, tarixən Cənubi Qafqaz bölgəsində əsas ölkələr olan Azərbaycanla Gürcüstanı çoxlu sayda sarsılmaz tellər bağlayıb. Həm qədim dövrlərdə, həm də yeni çağda ölkələrimiz və xalqlarımız dəfələrlə bir-birinə yardım əl uzatmış, əsl dostluq nümayiş etdirmişlər. Xüsusi olaraq vurğulamaq istərdim ki, Vətən müharibəsi dövründə müharibənin ilk günlərindən etibarən Gürcüstanda yaşayan 100 minlərlə soydaşlarımızın nümayiş etdirdiyi dəstək və Gürcüstanda dövlətin rəsmiləri və Gürcü xalqının dəstəyi və həmrəyliyi hiss etmişik. Bununla bağlı bir daha dərin minnətlərimizi bildiririk. Vətən müharibəsində qazandığımız parlaq qələbə bölgəmizdə yeni reallıqlar yaratmışdır. Azərbaycan beynəlxalq səviyyədə tanınmış bütün sərhədləri boyu nəzarətin təmin etməsi, azad olunmuş torpaqlarımızda aparılan geniş miqyaslı bərpa və yenidən qurma işlərinin başlaması dünyanın gözü qabağındadır. Bu məhz əldə edilən siyasi-iqtisadi müstəqilliyinin nəticəsi dövlətimizin gücünün göstəricisidir. Doğrudan da Azərbaycan tarixinin heç bir dövründə indiyə qədər güclü və qüdrətli olmamışdır. Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir. Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir. Xalqımız qanı canı bahasına əldə etdiyi bu sərvəti əzmi də qoruyur və əbədi qoruyacaqdır. Hörmətli tədbir iştirakçıları, Azərbaycan kapitallı şirkətlərimizin Gürcüstandakı fəaliyyəti, o cümlədən vacib layihələrdə iştirakı sevindirici və qürur vericidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən vurğulandığı kimi, dövlət və yaxud özəl şirkət olmasından asılı olmayaraq Azərbaycan dövləti hər bir şirkətin yanındadır və dəstək olur. Bu səvkidə Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyi, AZEBİ və onun üç şirkətlərinin Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının inkişafında oynadığı mühüm rolu, illər ərzində soydaşlarımıza və səfirliyə göstərilən dəstəyi xüsusi olaraq vurğulamaq istərdim. Bugün birgə keçirdiyimiz rəsmi tədbirin təşkilinə verdikləri əhəmiyyətli töhfəyə görə AZEBİ-ni, eyni zamanda Sokar Energy Georgia, Tapna, Agrosystem, Caspio, Magnus Brokers və Real Pharma şirkətlərinin rəhbərlərinə dərin minnətlərimizi bildirir, fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzu edirik. Hörmətli qonaqlar, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci il ölkəmizdə Konstitusiya və Suverenlik ili elan edilmişdir. 30 il öncə 1995-ci ildə dövlətimizin əsas qanunu hesab edilən Konstitusiyamızın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyin nəticəsində hazırlanaraq qəbul edilməsi müstəqillik tariximizin mühüm hadisələrindən birinə çevrilmişdir. Artıq ikinci ildir ki, bütün ərazilərimizə vahid ali qanun olan Konstitusiyamız şamil edilir. Biz xoşbəxtdir ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir.
Əminəm ki, dövlət müstəqilliyimiz əbədi olacaq və bugün ilk xalq cümhuriyyətimizin 107 illiyini qeyd edən Azərbaycan Respublikası gələcək illərdə yeni parlaq nailiyyətlərə qədəm qoyacaqdır. Uğurlarımız bol olsun, yaşasın Azərbaycan-Gürcüstan dostluğu, diqqətiniz üçün minnətdarım. საქართველოს და აზერბაიჯანმა დამოუკიდებლობა ერთდროულად გამოაცხადა. რაც არა მხოლოდ ეროვნული, არამედ რეგიონული მნიშვნელობის მოვლენა იყო. ჩვენმა წინაპრებმა მაშინ დაადასტურეს, რომ ცივილიზებული საკაცობრიობის მოწინავე ერებს წარმოადგენდა. ვინაიდან საქართველო იყო პირველი ქვეყანა, რომელმაც პროგრესული სოციალ-დემოკრატიული უმრავლესობა აირჩია პარლამენტში, ხოლო აზერბაიჯანი იყო პირველი მუსლიმური ქვეყანა დემოკრატიული წესწყობით. Დაბჭდა კავშირის დაშლის შემდეგ ჩვენი ქვეყნები ახალ გზას დაარქვეს. თავისუფლებისთვის, სუვერენიტეტისთვის, დემოკრატიული მმართველობის განვითარებისთვის განახლებული ბრძოლის სულისკვეთებით. მას შემდეგ ჩვენს ქვეყნებს შორის ორმხრივი თანამშრომლობა დინამიურად განვითარდა და მტკიცე და ყურისმომცველი სტრატეგიული პარტნიორობის სახე მიიღო. საქართველოსა და აზერბაიჯანს შორის მეგობრული და ნაყოფიერი ურთიერთობები მხოლოდ გეოგრაფიულ სიახლოვეს არ უკავშირდება. არამედ ხანგრძლივ ხალხთა შორის მეგობრობასა და თანამშრომლობას ეფუძნება, რომელიც დღევანდელ ცვალებად და გამოწვევებით ახსავს მსოფლიოში ახალ და განსაკუთრებულ მნიშვნელობას იძლევა. მოხარული ვარ, რომ ჩვენ საკანონმდებლო ორგანოებს შორის კავშირები ინტენსიურად ვითარდება. გასული წლის საპარლამენტო დღის წესრიგი საკმაოდ დატვირთული იყო. ყოველთვის სიამოვნებით ვიხსენებ ჩემს ნაყოფიერ ვიზიტებს აზერბაიჯანის რესპუბლიკაში. წელს კი უკვე საქართველოში უმასპინძლეს ჩემს მათ პატრიციულ კოლეგა ქალბატონ საჰიბა გაბაროვას და საქართველოს პარლამენტსა და აზერბაიჯანის რესპუბლიკის მილი მეჯლისის შორის თანამშრომლობის შესახებ მემორანდუმის ხელმოწერით საპარლამენტო ურთიერთობები ახალ დონეზე ავიღოთ. ქალბატონებო და ბატონებო, სამხრეთ კავკასიის გეოპოლიტიკური მნიშვნელობა იზრდება. შუა დერეფანი, რომელიც ჩვენი ქვეყნების გავლით ევროპასა და აზიას აკავშირებს, არ არის უბრალოდ სავაჭრო მარშრუტი. ის სიმბოლოა იმ შედეგების, რომლებსაც შეგვიძლია ერთობლივი ძალისხმევით მივაღწიოთ. სრულ მზაობას ვაცხადებთ ვიმუშაოთ აზერბაიჯანთან დაკავშირებადობისა და რეგიონული სტაბილურობის უზრუნველსაყოფად, აუცილებლად გავაგრძელებთ ინფრასტრუქტურული, დიპლომატიური და ხალხთა შორისი კავშირების მშენებლობას და ჩვენი ერებისა და რეგიონის კეთილდღეობას შეუწყობს ხელს. კიდევ ერთხელ ვილოცავ აზერბაიჯანის ხალხს დამოუკიდებლობის დღეს, ჩვენს ქვეყანას მშვიდობას, შემდგომ განვითარებასა და კეთილდღეობას ვუსურვებ. დიდი მადლობა. And now we are delighted to deliver our appreciation to His Excellency Mr. Chairman for his speech and invite His Excellency Mr. Ambassador Faik Guliyev to the stage to clink the glasses. Oba. Yaşasın Gürcistan, yaşasın Azerbaycan. Co dnia.